17-ci dərsdə sizi salamlayıram və bugünkü məşğələdə biz fiqurların birləşdirilməsi və şəkillə fiqurların loqotip kimi istifadə edilməsindən söhbət açacağıq. Keçən dərslərdə biz fiqurları və şəkilləri slaydlara yerləşdirdik. Şəkilləri slaydın fonu kimi istifadə etdik və axırıncı dərsdə, yəni 16-cı dərsdə fiqurları qruplaşdırdıq. İndi gəl baxaq görək. Şəkilləri loqotip kimi slaydlara yaxud prezentasiyaya necə yerləşdirmək olar? Birinci variant, hər slaydda şəkilləri yerləşdirirsiniz. Deyək ki, sağ tərəfdə yuxarıda. Amma təsəvvür edirsiniz ki, əgər sizdə 30 yaxud 50 yaxud 60 slayd varsa, siz eyni əməliyyatı 50 dəfə, 60 dəfə, 30 dəfə yerinə yetirməlisiniz. Bunu asanlaşdırmaq üçün və əməliyyatı bir dəfə yerinə yetirmək üçün belə bir variant var. Keçirik View tabına. Buradan seçirik Obrazец slaydov. Yəni slaydların nümunəsi. Bunu keçən dərslərdə eləmişdik. Və burada baxırıq, görür hansı slaydlar istifadə olunur. Fikir verir, kursoru yaxınlaşdırır, yazıb ki, Obrazец slaydov используют на slaydах 1. Yəni nümunə birinci slaydda istifadə olunur. Və burada da görürüz yazır, birinci slaydda istifadə olunur. Burada yazır ki, istifadə olunmur. İstifadə olunmur. Götürürük o slaydları, yansındakı belə yazılıb. İstifadə olunur, yəni используется. Deyək ki, bu slaydı götürürük. Və burada şəkli yerləşdiririk. Keçirik Vstavka, Insert tabına. Şəkillər, risunki və qovluqdan lazım olan şəkili seçirik. Deyək ki, bu şəkili seçdik, yerləşdirdik. Fikir verirsiniz, artıq sizə sistem göstərir ki, şəkil loqotip kimi yerləşib. Sağ tərəfə çəkirik, istəyirsiniz, biraz ölçüləri dəyişə bilərsiniz belə. Keçirsiniz Obrazец slaydov tabına, Zakret, yəni bağlayırsınız. Və artıq fikir verirsiniz, görürsünüz, loqotip kimi şəkil slaydda yerləşdirir. Amma fikir verirsiniz, yalnız titul slaydda yerləşdirir. Yəni bu slaydlarda görürsünüz, şəkil loqotip kimi yerləşməyib. Bunu necə eləmək olar? Gəlsiniz, buradan yığışdıraq. Keçirik Vid, Obrazец slaydov. Yerləşdirdiyimiz slaydı tapırıq. Yəni bu slaydı tapırıq. Və buradan yığışdırırıq. Deyək ki, titul slaydda bizə lazım deyil. Keçirik aşağı. Və burada da fikir veririz. Yazıb ki, burada fikir veririz. Niyə используется? Yəni istifadə olunmur. Burada yazıb ki, используется. 2.14'də. Görürsünüz, 2.14'də. Yerləşdiririk burada kursoru. Qırmızı ramkanı görürük. Və yenə də şəkili bura yerləşdiririk. Vstavka, Insert, şəkil və həmin şəkili gətiririk bura. Və fikir verirsiniz indi. Görürsünüz, bütün slaydlarda artıq loqotip kimi bu şəkil yerləşdirilib. Keçirik taba, bağlayırıq nümunəni və fikir verirsiniz. Bütün slaydlarda bir əməliyyata şəkil loqotip kimi yerləşdirir. Eyni əməliyyatı fiqurlarla da yerinə yetirir. Buradan bir dənə fiqur götürürsünüz, burada yerləşdirirsiniz. Sonraki əməliyyatlar eynidir. İndi gəl baxaq görək. İki fiqurdan yaxud 3 fiqurdan bir fiqur necə almaq olar? Gəliz bura keçək, yaxud bura keçək. Bu şəkli çəkirəm aşağı, bura. Götürək fiqurlardan ulduz fiqurunu götürürük belə.
Belə. Bunun bir də kopyasını çıxardırıq. Ctrl D eləyirik. Sürətini çıxartdıq. Burada qalsın belə. İndi 2 dənə də lent gətirək bura. Belə lentlər var. Gətirdik. Belə eləyək. Bunun sürətini çıxardaq. Ctrl D. Belədik. Qoy belə yerləşsin. Bu ikisini keçirdək arxa plana format tabından. Permistit nazad. Nazadni plan arxa plana keçirək. İndi başa düşəcəksiniz nəyə görə eləyirəm. Mən istəyirəm ki, bu iki lent ulduzun altında olsun. İndi fikir verirsiniz, bu ulduzu belə bir formaya gətirirəm. Bax, bu sarı rəngdə olan dairəni tuturam. Sol düyməni buraxmadan dartıram yuxarı. Bax, bizdə belə bir fiqur alınır. Gəl bunu da eləyim bir dəfəlik. Dartıram. Aşağı. Görürsünüz, 2 dənə cürbəcür fiqur alınır. Halbuki ikisi də ulduz figurudur. Gəl şimdi bu iki lenti gətirək bura. Deyək ki, bax bura. Belə eləyək. İkinci lenti fırlayaq. Burada format tabında povernuti fırlamaq əmri var. Bax belə. Gördünüz. Bu belə bir fiqur aldı. İndi istəyirsə onu birləşdirək. Belə. Belə qrup bir avac. Artıq bir fiqur kimi işlədə bilərsiniz. Ölçülərini dəyişə bilərsiniz. Deyək ki, rəngini dəyişə bilərsiniz. Cürbəcür görsün rənglər qoya bilərsiniz. Deyək ki, belə rəng, belə rəng, belə rəng. Logotip kimi istəsəz, bu fiquru logotip kimi də burada yerləşdirə bilərsiniz. Yəni, view tabını çağırıb, eyni əməliyyatları eləyirsiniz. İndi gələcək baxaq görək. Burada nə eləmək olar? Deyək ki, burada da bir dənə fiqur yerləşdirək, keçək home tabına, qlavna tabına. Buradan deyək ki, bu dairəni götürək. Oval gətiririk. Bunun qırağından belə bir çəkirik. Biraz dartaq. Belə. Burada mənfi cəhət nədir ki, artıq xəttləri görmürük. Bunu necə eləmək olar? Xəttləri görək. 2 variant var. Format tabından keçirik. Permistit nazad arxa plana. Belə. Biraz da belə eləyək. İkinci variant. Bunu ləğv eləyək. Əgər istəyirsinizsə ön planda dairə olsun. Bu işarəni basırıq. Yəni format tabından bu işarəni basırıq. Keçən dərsdə bunu eləmişdik. Zalivka. Yəni burada şəffaflığı artırırıq. Fikir verirsiniz. Görürsünüz, görsənli yəni xəttlər. Yəni bu fiqurda bura çəkib logotip kimi istifadə edə bilərsiniz. Gəl indi mən bu fiqurları ləğv eləyim. Və bugünkü dərsimizin axırıncı mövzusu birləşdirmək əmri, birləşdirmək komandası. Gəl yenə buradan 2 fiqur götürək. Bu 4 bucaq. 4 bucağı 4 dənə üstə çıxardaq. Belə yerləşdirdik burada. Deyək ki, birini burada, birini burada, birini də burada. Və gələcək 3 bucaq da gətirək. Yəni 3 bucaq eləyək. Belə 3 bucaq. 3 bucağın rəngini dəyişək. Deyək ki, olsun qırmızı. Və arxa plana keçirdək. Ki 3 bucaq 4 bucağın altına girsin. Onun da nüsxələrini çıxardaq 4 dənə. Biri getdi bura. Biri burada, biri burada və biri burada. İndi bu əmrə baxırıq. Abednit fiqurları birləşdir. Birinci fiquru seçdik, ikinci və yerləşdiririk ikinci fiqurun altına.
İndi bu iki fiquru seçirik. Kontrol düyməsini basırıq. Birinci fiquru seçirik. Kontrol düyməsini basırıq. İkinci fiquru seçirik. Və burada Abidnit fiquru birinci əmri seçirik. Abidnit fikir veririz. İki fiquru rəngi oldu bir rəngdə, qırmızı rəngdə. Və üçbucağın yuxarı hissəsi, yəni bu hissəsi yox oldu. Bu oldu birləşmə. Görürsünüz? Belə birləşmə. İndi bu üçbucağı gətiririk. Bu dördbucağın altına. Gətirib bu dördbucağın altına gətirdik. Belə kontrol düyməsi seçirik və ikinci əmri buradan seçirik. Qrup 1 abunə fikir veririz. Qruplaşma komandasını seçəndə burada bir boş yer qalır. Görürsünüz? Üçbucağın başı olan yerdə boş yer əmələ gəlir. Üçüncü komanda. Seçdik. Və buradan fragment. Gəldim mən fırlayayım ki o fragmenti görəsiz. Fikir veririz. Belə eləyirəm. Bu üçbucağı götürürəm. Fikir veririz. Üçbucağın başı bünövrəsindən ayrılır. Yəni fragmenti buradan belə deyək çıxartmaq olur. Yəni baş hissəsini üçbucağın buradan çıxartmaq olur. Elə bir kəsib tuluyuruq. Keçirik dördüncü əmrə. Gəldi seçdi fiqurları. Və burada bir hissəni kəsilmə. Və fikir veririz. O hissə ki iki fiqurda kəsilir. Yəni kəsişmə olan hissə görürsünüz kəsilir və yalnız o qalır. Burada görürsünüz 3 hissə qalır. O cümlədən də bu hissə. Burada isə yalnız bu hissə. Bu hissələr silinir. Və dördüncü, beşinci, axırıncı əməliyyat seçdik. Burada var vıçtaniya. Yəni çıx əmri. Fikir verirsiniz, üçbucağın yalnız bünövrəsi qalır. Bu hissə hamısı elə bir ki silinir. Üstəgəl üçbucağın, dördbucağın içində olan hissəsi də silinir və yalnız bünövrəsi və bu hissəsi qalır. Və belə bu 5 əmri gördünüz və bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.